Back to front. Back to front. Sondaki söz o sesiyle değil, a sesiyle telaffuz edilir. Front. Back to front, önü arkaya, arkası qabağa deməkdir. Birazdan şəkillə göstərəcəm. Cümlədə əsasən zərf kimi işlənir. Yəni, fiil olan cümlədə işlənir. Və əsasən axırda gəlir. İndi isə nümunələrə baxaq. You've put your jumper on back to front. Jumper, yun kofta deməkdir. Put on, geyinmək deməkdir. You've put your jumper on back to front, yəni sən yun koftanı tərsinə geyinmisən. Önünü arxaya, arxasında qabağa geyinmisən. İkinci cümləyə baxaq. He was wearing his hat back to front. Wear, taxmaq, geyinmək deməkdir. Hat, papaq deməkdir. Cümlənin mənası odur ki, o papağını önü arxaya, arxası qabağa taxmışdı. İndi şəkillə sizə göstərəcəm. İndi isə sonuncu cümləmizə baxaq. She was sitting back to front on a wooden chair. Sit, oturmaq deməkdir. Wooden, taxtadan düzəldilmiş. Chair də stul. Wooden chair, taxta stul. O, taxta stulun üzərində önü arxaya, arxası qabağa oturmuşdu. İndi şəkillə göstərəcəm necə oturub. Növbəti sözümüz upside down. Upside down. Yəni başayaq, tərsinə, bu mənalara gəlir. Və cümlədə əsasən zərf və sifət kimi işlənir. Zərf kimi işlənmək o deməkdir ki, fe'li xəbərlərlə işlənir. Sifət kimi isə əksinə, ismi xəbərlərlə işlənir. İsmi xəbərdə yəqin ki bilirsiniz, to be'nin formaları ilə ifadə olunur. İndi isə nümunələrə baxaq. Turn the jar upside down and shake it. Turn, çevirmək deməkdir. Jar, banka deməkdir. Shake, çalxalamaq, silkələmək, yəni bu mənalara gəlir. Turn the jar upside down and shake it, o deməkdir ki, bankanı başayaq çevir, yəni tərsinə çevir və onu çalxala. Yəni indi şəklini göstərəcəm nə demək istəyir. Bunu demək istəyir. Növbəti cümləyə baxaq. You're holding the book upside down. Hold, tutmaq deməkdir. Book sözünü bilirsiniz təbii ki. O deməkdir ki, sən kitabı başayaq tutmusan. İndi şəkillə göstərəcəm, yəni necə tutmusan. İndi isə upside down-la bağlı sonuncu nümunəmizə baxaq. He put the pots upside down on a dish towel to let them dry. Pot, qazan deməkdir. Dish towel, mətbəx dəsmalı deməkdir. Dry da qurumaq, qurutmaq, bu mənalara gəlir. Cümlənin mənası odur ki, o qazanları quruması üçün mətbəx dəsmalının üzərində baş ayaq qoydu, yəni tərsinə qoydu. Yəni bu cür. Inside out. Inside out. Inside out, çöl tərəfi içə, iç tərəfi çölə deməkdir. Yəni bir sözlə tərsinə deməkdir. Inside out cümlədə əsasən zərf kimi işlənir. Yəni fe'li xəbərlərlə işlənir. İndi isə nümunə cümləmizə baxaq. He told us to turn our pockets inside out and put everything on the table. Told, tell sözünün keçmişidir. Mənası demək deməkdir. Demək. Turn, to turn, çevirmək. Pocket, cib. Put, qoymaq. Everything, hər şeyi, hər şey. On the table, stolun üstünə. O bizə dedi ki, ciblərimizi tərsinə çevirək və hər şeyi stolun üstünə qoyaq. Yəni cibimizdə olan hər şeyi stolun üstünə qoyaq. Növbəti nümunələr. Her umbrella blew inside out. Umbrella çətir deməkdir. Blew, blow sözünün keçmişidir. Bunun çox mənaları var. Bir dəfə də bunu izahləyəcəm. Və bu söz mavi sözü ilə eyni cür tələffüz edilir. Blue, blue. Her umbrella blew inside out o deməkdir ki, mənim çətirim tərsinə çevrildi. Şəklində göstərirəm. Belə. Yəqin ki, hamımızın başına gəlib bu hal.
Sonuncu cümləmiz. I always turn my jeans inside out to wash them. Turn çevirmək deməkdir. Cins şalvar deməkdir. Wash da yumaq deməkdir. Mən həmişə cins şalvarlarımı yumaq üçün onları tərsinə çevirirəm. Yəni bu cür. Demək bugün biz 3 söz öyrəndik. Back to front, upside down, inside out. Mən sizə sözləri necə öyrənirəm onu göstərdim və qeyd edeyim ki, sonda kontekstdə sözləri görəndən sonra, oxuyandan və tərcümə edəndən sonra bir də özüm üçün həmin sözləri cümlədə işlədirəm. Və siz də çalışın ki, bu sözlərdən cümlələr qurasınız. Və bir daha bir şey də qeyd etmək istəyirəm ki, əgər bu sözləri yadda saxlamaqda çətinlik çəkirsinizsə, məntiqlə yadda saxlayın. Back arxa deməkdir, front ön deməkdir. Arxası önə. Yəni hərfi tərcüməsi belə gedir. Up yuxarı deməkdir, side tərəf deməkdir, down aşağı deməkdir. Yuxarı tərəfi aşağı. Yəni hərfi tərcüməsi belə olur. Inside out, in içəri, side tərəf, out çölə. Yəni iç tərəfi çölə.